Salam, bugün Gənc Tarixin ikinci buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi Gənc Tarix müxtəlif tarixi mövzuları alimlərimizlə birlikdə müzakirə etdiyimiz platformadır. Bugünkü tarixi mövzumuz qara qızılla bağlıdır. Yəni bizim başlıca təbii sərvətimiz olan neft. Elə buna görə də bugünkü qonağımız tarix üzrə fəlsəfə doktoru Günel Musayevadır. Xoş gəlmisiniz Günel xanım. Çox sağ olun. Gəlin mövzuya ən başından başlayaq. Bildiyimiz kimi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ölkəmizdə neft bumu dediyimiz hadisə baş verdi. Bu nə idi? Bu dövrdə artıq yeni neft yataqları kəşf olundu və bu yataqların işlənməsinə, həmin neftin emalı üçün xaricdən neft şirkətləri və investorlar ölkəyə cəlb olunurdu. Xüsusilə də bildiyimiz kimi 20-ci əsrin əvvəllərində artıq Azərbaycanda İngilis, Alman və Amerikan neft şirkətləri aktiv idilər. Amma bu aktivlik biz görürük ki, çox sürmür. Belə ki, SSR dövründə artıq neft sənayesi Moskvadan idarə olunmağa başlayır, bir mərkəzləşib idarə olunur. Və birinci sualım bununla bağlıdır ki, məhz bu milliləşmə sizcə bizim neft sənayesinə necə təsir göstərdi? Deməli, bildiyiniz kimi və qeyd etdiyiniz kimi artıq 20-ci əsrin əvvəllərində 19-cu əsrin sonlarından başlayaraq 20-ci əsrin əvvəllərində Bakıda xarici neft şirkətləri fəal idi. Xüsusən Royal Dutch Shell, İngilis-Holland şirkəti idi. Standard Oil, Amerikan şirkəti idi və Nobel qardaşları idi ki, xüsusi fəallıqla seçilirdilər. Yəni Azərbaycan həmin dövrdə Çar Rusiyasının tərkibində idi və o zamanın qaydalarına uyğun olaraq həmin bu şirkətlər aktivlər əldə edirdi. Neftin istehsalı da, idarə etməsi də məhz həmin şirkətlərə məxsus idi. Lakin bilirsiniz, fevral inqilabı baş verir. Birinci Dünya müharibəsindən sonra 1920-ci ildə Azərbaycan sovetləşdirilir. Və neft sənayesi də milliləşdirildi, qeyd etdiyiniz kimi. Neft sənayesi milliləşdiriləndən sonra bütün bu xarici şirkətlər, sadaladığım, hamısı fəaliyyətini dayandırdı, aktivlərini itirmiş oldular. Və Birinci Dünya müharibəsindən sonra da bilirsiniz ki, Avropa iqtisadi böhran içərisində idi. Sözsüz ki, bütün bu məsələlərin həlli ilə konferanslar çağırılır. Genua və Haqa konferansları idi ki, 1922-ci ildə baş tutmuşdu. Bu konferansların gündəliyində duran əsas məsələlərdən biri də məhz Bakı neftinin taleyi ilə bağlı idi. Yəni bu məsələlər həmin o şirkətlər, sadaladığım İngilis, Amerikan şirkətləri öz dövlətlərinin vasitəsilə bu konferansda maraqlarını irəli sürdülər. Maraqlar nədən ibarət idi? İlk öncə onlar Çar Rusiyasında verdikləri borcların tanınmasını tələb edirdilər. Milliləşdirməyə görə itirdikləri aktivlərin təzminatını tələb edirdilər. Lakin Sovet nümayəndə heyəti bunun əleyhinə idi və borcların yalnız qarşılıqlı güzəş şəklində ödənməsinin tərəfdarı idi və milliləşdirmənin geri qaytarılmayacağını sərt bildirdi. Digər konferansda 1922-ci ildə, deməli, iyul ayında başlayan həmin bu məsələ yenə gündəliyə gəlir və hətta xarici şirkətlər belə bir təklif irəli sürürlər ki, milliləşdirmə qalsın, amma bu şirkətlərə müəyyən konsesiyalar əldə etsinlər. Lakin bu yenə də bu məsələ yalnız gündəlikdə qalır, həllini tapmır. Beləliklə də Qərb şirkətləri Bakıda fəaliyyətlərini dayandırmış olurlar və Azərbaycanda artıq Azərbaycan neft sənayesində yeni bir dövr başlayır. Bu dövr qeyd etdiniz ki, oxşar cəhətləri nə idi və qeyd etdiniz ki, orada mənfi tərəfləri nə idi, inkişaf var idi mi, yox idi mi? Deyək ki, əsasən burada kadr, bəli, neft sənayesi strateji maraqlarındaydı SSR-nin. Və müəyyən bir kadr institutu yaradıldı, elmi tədqiqat institutları yaradıldı, neftçilər yetişdirildi. Bu sahədə yəni inkişaf gedirdi. Amma baxın, digər tərəfdən Azərbaycan neft sənayesi qərb texnologiyasından təcrid olundu. İnnovativ idarə etmədən təcrid olundu. Beynəlxalq investisiya dayandırıldı.
qlobal bazardan təcrid olundu. Sözsüz ki, bu öz mənfi təsirini göstərdi. Və artıq 20-ci əsrin sonlarında Azərbaycanda neft sənayesi demək olar ki, bütün qlobal dünyadan təcrid olunmuşdu və bütün texnologiyalar köhnə idi, yararsız idi. Bu da sənayenin mənfi təsir göstərmiş oldu sözsüz ki. Aydındır. Mən onda belə başa düşdüm ki, bu SSR dövrü ərzində bizə daha çox mənfi təsir elədi. Bolşeviklərin bu milliləşdirmə siyasəti. Baxmayaraq ki, elmi yeniliklər oldu. Elmi yeniliklərlə belə deyək, ayaqlaşırdı bolşeviklər, amma daha çox özlərinin xeyrinə istifadə etmək üçün. Bu ideoloji səbəblər də var idi. Bilirsiniz, Sovet ideologiyasına zidd idi. Həmin dönəmdə bütün qlobal bazardan ümumiyyətcə təcrid olundu. Bu kimi mənfi təsirlər göstərdi. Onda indi gələk SSR dövrünün sonuna. Yəni SSR artıq 91-də dağılandan sonra 90-cı illərin əvvəllərində biz görürük ki, qərb şirkətləri Azərbaycana yenidən maraq göstərməyə başlayırlar. Xüsusilə BP və digər ABŞ şirkətləri neft sənayesinə maraq göstərirlər bizdə. Bax, bunu bir dönəm əvvəlki maraqlarla müqayisə eləsək, hansı oxşarlıqları var idi, hansı cəhətləri fərqli idi sizcə? Baxın, artıq 20-ci əsrin sonlarında qeyd etmək istərdim bir məqamı ki, Britaniya şirkəti olan Ramco şirkətinin idarə heyətinin sədri Bakıya gəlir 1989-cu ildə və tanınmış neftçi Qurban Abbasovla müzakirələr aparırlar, görüşürlər. Həmin dönəmdə artıq 80-də, 70-lərin sonundan Azəri Çıraq günəşli yatağında işlər gedirdi, müəyyən işlər gedirdi və Qurban Abbasov bizim görkəmli neftçimiz idi. O zaman tanış eləyəndə qeyd edir ki, bizdə texnologiyada çatışmamazlığı var və bu səbəbdən xarici şirkətləri Bakıya cəlb eləməsindən xahiş eləyir. Sonra artıq deməli Britaniyaya qayıdanda bütün bu məsələləri, bu kəşfiyyat xarakterli bir səfər idi və bütün bu məlumatları BP mütəxəssislərinə çatdırır ki, və onlar heyrətə gəlirlər ki, Xəzər dənizində bu qədər neft ehtiyatları var. Bu məsələ sonradan həmin artıq sonraki mərhələlərdə BP Statoil Norveç şirkətindən bir gətirisi idi və onlar artıq danışıqlar aparmağa başlayırlar Azərbaycan hökumətindən və bu proses davam eləyir. Nəinki Britaniya, İngilis şirkətləri, həmçinin Amerika şirkətləri, Amokodur, Unoco'dur, bunlar da qoşulurlar. Bu artıq sonraki mərhələdədir. Və qeyd etdiniz ki, 20-ci əsrin maraqları necə fərqlənirdi? Deməli, 20-ci əsrin əvvəllərində bayaq qeyd etdiyim kimi Çar Rusiyasının tərkibində idi Azərbaycan. Və həmin bu qərb şirkətləri aktivlər əldə edirdilər. Müəyyən müstəqillikləri var idi, həm idarə etmədə, həm neft istehsalında. Amma artıq Azərbaycan müstəqil bir dövlət idi 91-ci ildə və Azərbaycan şərtləri qoyurdu. Hansı şərtlərlə bu qərb şirkətləri fəaliyyət göstərəcəklər, bu şərtləri Azərbaycan hökuməti təyin edirdi. Tam suveren hüquqlarımız qorunaraq. Bir də oxşar cəhətlər o idi ki, bəli, böyük dövlətlərin 20-ci əsrin əvvəllərində də Azərbaycana böyük maraqları var idi. Eyni maraqlar 90-dan sonra da bərpa olundu. Amma burada deməli məsələ həmin o müqavilələrin imzalanmasında da fərqli idi. Yəni baxın, müqavilələr imzalanırdı, tam suveren haqlarımız qorunaraq və PCA deyirdilər də, Production Sharing Agreement, hasilatın pay bölgüsü. Yəni, bu müqavilələr hamısı hasilatın pay bölgüsü sazişi kimi imzalandı. Azərbaycan orada bir tərəfdaş idi, SOCAR yaradıldı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradıldı və o artıq tərəfdaş kimi çıxış edirdi və Azərbaycan artıq milli sərvəti olan neft dövlətə, millətə məxsus idi. Öz taleyinə özü qərar verirdi. Suverenlikdən danışdıq, yəni suveren şəkildə bu müqavilələrdə iştirak eləmək. Mənim ağlımda bir sual yaranır o dəqiqə. Bu 91-94-cü illərdə bildiyimiz kimi qeyri-sabitlik dövrü idi bizim ölkəmizdə. İqtisadi, siyasi cəhətdən, həmçinin də sosial. Bax, bu qeyri-sabitlik bəs necə təsir edirdi bu danışıqlıqlara? Neft sənayesinin idarə olunmağında
nə qədər əhəmiyyətli rolu var idi bu qeyri-sabitliyin? Baxın, 91-ci ildə müstəqilliyimiz bərpa olunur. Biz müstəqil bir dövlət oluruq, amma ölkədə ardıcıl problemlər üzə çıxır. Bir tərəfdən daxildə olan deməli xaos, anarxiya, digər tərəfdən xaricdən olan təzyiqlər, deməli işğal siyasəti, Ermənistanın Azərbaycana davam edən işğal siyasəti, deportasiyalar davam eləyir. Digər tərəfdən qeyd etdiyiniz kimi iqtisadi böhran, sosial durum çox ağır idi ölkədə. Düşünün ki, bugünkü gənclər üçün bəlkə də bu bir qeyri-adi səslənər, amma çörək üçün növbəyə dayanırdı insanlar. Axşam 9-dan sonra insanlar evlərindən çıxa bilmirdilər. O təhlükəsiz mühit yox idi ölkədə. Digər tərəfdən hakimiyyət, millət birliyi yox idi. Və Azərbaycan vətəndaş müharibəsi astanasındaydı. Qardaş qanı axıtmaq astanasındaydı. Belə bir şəraitdə düşünün ki, Qərb şirkətləri Azərbaycan neftində maraqlı idilər. Lakin bura investisiya yatırırdılarsa sağlam bir mühit olmalıydı. Sabitlik olmalıydı. Təbii ki. Bu riskə gedə bilməzdi o qərb şirkətləri. Ya da getsəydik belə biz o qədər itirərdik ki, yəni bunun xeyrindən çox ziyanını görmüş olardıq. İlk öncə bu sabitlik bərpa olunmalıydı. İşğal dayandırmalıydı, müharibə şəraiti dayandırmalıydı. Biz qərbə təhlükəsiz mühit vadar etməliydik. Onlar bizə investisiya yatırılmalıydı mərhələli şəkildə. Bu bizim iqtisadiyyatımıza təsir eləməliydi. Bunlar hamısı bir-birindən bağlı olan məsələlər idi. Heç birini kənarda qoymaq olmaz idi. Və məhz bu səbəbdən baxmayaraq ki, 92-ci ildən başlayaraq həmin bu şirkətlərlə ayrı-ayrılıqda, deyək ki, BP Statoil-la ayrı-ayrılıqda, Amerikan şirkəti Amoco ilə, Unoco ilə ayrı-ayrılıqda müqavilələr imzalanmışdı müəyyən şərtlər altında. Lakin bunların həyata keçirməsi bir problem oldu. Digər tərəfdən belə bir təklif irəli sürüldü ki, bu şirkətlər ümumi birləşib bir konsorsium şəklində çıxış eləsinlər. Azərbaycan tərəfdaş olur. Deməli, SOCAR, Azərbaycan Respublikasının dövlət neft şirkəti, digər tərəfdən konsorsium dövlətlər və hasilatın pay bölgüsü sazişi kimi bir saziş imzalanır. Bu təkliflər irəli sürüldü. Amma həyata keçirilmək üçün ölkədə nə daxili, nə xaricdən olan təzyiqlər imkan vermirdi. Məhz bu səbəbdən 90-ların əvvəllərində bu danışıqlar baş tutmadı. Demək, bu qeyri-sabitlik müəyyən qədər axsadıb bizim neft sənayemizdəki inkişafa doğru olacaq addımları. İndi gəlirik həmin bu, belə deyək, xaos dövrünün bitmə nöqtəsinə, yəni əsrin müqaviləsinə. Bildiyimiz kimi 94-cü ildə əsrin müqaviləsi imzalanır qərb şirkətləri ilə. Bu, bayaq sadaladığınız o xaotik dövrü ən azından neft sənayesi çərçivəsində artıq sona yetirir. Və mən düşünürəm, sanki bu əsrin müqaviləsi həm də bizə xarici siyasətdə, suverenlik cəhətdən müəyyən qədər bir azadlıq imkanı da verir. Müqayisə eləsək əgər Azərbaycanın digər postsovet ölkələri ilə, əsrin müqaviləsindən sonraki dövrdə biz nisbətən onlardan daha müstəqil görünürük beynəlxalq arenada. Sizin yanaşmanız nədir bundan bağlı? Sizcə əsrin müqaviləsinin, neft amilinin təsiri var idimi buna? Belə ümumilikdə deməli əsrin müqaviləsinin imzalanması, baş tutmasının səbəblərindən biri ümumilli lider Heydər Əliyevdir. Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk məsələ vətəndaş müharibəsini dayandırmaq idi. Bilirsiniz, ilk səfəri Gəncəyə oldu. Yəni Naxçıvandan gələn kimi ilk Gəncəyə yollandı. Bu məsələ birinci vətəndaş müharibəsi dayandırılmalı idi. Bu məsələ öz həllini tapandan sonra bilirsiniz, Ermənistanın işğal siyasəti, hərbi təcavüzü davam edirdi. Bu şəraitdə yenə də qərb dövlətlərini biz investisiya cəlb edə bilməzdik Azərbaycana. Belə olan halda atəşkəsə gedilməli idi. 94-cü ilin may ayında atəşkəs əldə olunur.
Atəşkəs əldə olunandan sonra danışıqlar prosesi davam etdirilir həmin bu xarici şirkətlərlə. Çox uzun və gərgin danışıqlar prosesi idi bu. Yəni əsrin müqaviləsinə gedən proses uzun yol idi. Və burada razılaşmalar var idi, pay bölgüsündən bağlı və nəhayət bilirsiniz 20 sentyabr 1994-cü ildə əsrin müqaviləsi imzalanır. Əsrin müqaviləsi Azərbaycan tarixində bir dönüş nöqtəsi idi. Əsrin müqaviləsini kimlər imzaladı? Hansı şirkətlər üstünlüyü təşkil edirdi? Qərb şirkətləri. Qərb şirkətlərinin Azərbaycana cəlb olunması nə deməkdir? Bilirsiniz ki, qonşu dövlətlərdə buna bir maneələr törətməyə çalışdılar. Qərbi Azərbaycana, qərb dövlətlərini Azərbaycana cəlb etməklə regionda bir balans yarandı. Digər tərəfdən Azərbaycanın artıq beynəlxalq nüfuzu artdı. Azərbaycan artıq öz səsini bütün dünyaya çatdırdı. Ermənistanın hərbi təcavüzünü, işğal siyasətini bütün dünyaya çatdırma haqqı qazandı. Digər tərəfdən, beynəlxalq tərəfdən, yəni regionda balans yarandıqdan sonra, bilirsiniz, ora Rusiya şirkətləri Lukoil da daxil idi əsrin müqaviləsinə. Digər tərəfdən Azərbaycan Qərbin dəstəyini görmüş oldu, dəstəyini əldə etmiş oldu. Və daxildə olan problemlərin həllinə də məhz əsrin müqaviləsindən sonra başlanıldı. İnvestisiya axını neft şirkətləri, bilirsiniz, o konsorsium təkcə yəni neftlə bağlı sahəyə maliyyə yatırmırdılar. Onlar digər sahələrə də, məsələn, məktəblərin, xəstəxanaların tikilməsinə, sosial layihələrin həyata keçirilməsinə də maliyyə yardımı göstərirdilər və belə iqtisadiyyatda da yəni olan durğunluq, böhran zamanla əsrin müqaviləsi həyata keçiriləndən sonra öz həllini tapmış oldu. Başa düşdüm. Demək, əsrin müqaviləsindən sonra bir çox tərəfləri dəyişdi. Artıq neft sənayesinin, belə deyək, oyun dəyişdi deyə bir ifadə var. El arasında mənəgər demək olar. Və biz başlayırıq növbəti mərhələyə artıq əsrin müqaviləsindən sonra. Və görürük ki, sanki tədricən təbii sərvət formasından milli sərvət, milli dəyər formasına keçir neft sonraki dövrdə. Bu proses necə oldu? Necə oldu ki, neft təbii sərvət olmaqdan çıxdı, sadəcə təbii sərvət olaraq qalmadı? Artıq bir milli sərvətə çevrildi Azərbaycan üçün. Baxın, qeyd etdiyim kimi, bayaqları söylədiyim kimi, deməli, həmin bu xarici şirkətlər Azərbaycanda öz fəaliyyətini davam etdirdilər və bilirsiniz ki, artıq Bakı-Tbilisi-Ceyhan neft kəməri, əsas ixrac neft kəmərindən bağlı danışıqlar aparıldı. Tikilişinə dair həmin bu şirkətlər konsorsium cəlb olundu. Operator yenə də Britaniyanın şirkəti BP seçildi. Boru xəttinin tikilişində bu marşrutun təyin olunmasında çox böyük müzakirələr aparıldı. Yəni o zaman xarici şirkətlər rentabellik baxımından düşünürdülər ki, təklif edirdilər ki, boru xətti Rusiyadan keçsin. Nəyə görə? Çünki daha yaxın idi Avropaya. Daha az xərc tələb olunurdu. Lakin Heydər Əliyev bunun əleyhinə çıxır. Digər marşrut Ermənistandan idi, ən yaxın marşrut. Bilirsiniz, Ermənistanla da gərgin idi münasibətlər. Yəni, torpaqlarımız işğal altındaydı Ermənistan tərəfindən. Belə şəraitdə torpaqların geri qaytarılmasaydı, heç bir marşrutun Ermənistan ərazisindən keçirilməsi mümkün olmurdu. Digər tərəfdən Heydər Əliyev təklif edir ki, bu marşrut Türkiyə üzərindən keçsin. Deməli, qərb şirkətləri əleyhinə olsalar belə, sonunda Bakı-Tbilisi-Ceyhan və digər neft kəmərləri, qaz xəttləri Türkiyə ərazisindən keçməsinə nail olurlar. Marşrutun məhz Türkiyə ərazisindən Avropaya nəql edilməsinə nail olurlar. Baxın, nə qədər uzaq görən bir siyasət idi. Bugünkü gündə Rusiya-Ukrayna müharibəsi 2022-ci ildən başladı. Siz düşünün ki, Azərbaycanın həmin o neft, əsas ixrac neft kəmərinin aqibəti necə ola bilərdi? Elə onu demək istəyirdim. Zamanında, bəli, bu çox uzaq görən bir siyasət idi ki,
bununla bağlı. Digər tərəfdən sosial layihələr, yoxsulluq zamanla Azərbaycanda yoxsulluq ləğv olundu. Yəni yoxsulluq şəraiti artıq işsizlik, yoxsulluq səviyyəsi Azərbaycanda minimuma endirildi. Bütün bu nəyin səbəbi nə idi? Neftdən gələn gəlirlərin səbəbi nə idi? Məktəblər bərpa olundu, xəstəxanalar, hətta həmin neft xəttlərinin çəkildiyi ərazilərdə sexlər şirkətlər tərəfindən qurulurdu, insanlar cəlb olunurdu, qaçqınlara xüsusi yardım proqramları həyata keçirilirdi bu neft şirkətləri tərəfindən. Ali təhsil ocaqlarına laboratoriyalar açılırdı. Bütün bu maliyyələşdirmə hamısı bu neft sayəsində, yəni bu şirkətlərin də cəlb olunması sayəsində və neftdən gələn gəlir səbəbinə əldə olundu. İlk dəfə olaraq Azərbaycan tarixində Allahın bizə verdiyi sərvət olan nefti biz milli sərvətə çevirdik. Neftdən gələn gəlirlə biz ordumuzu gücləndirdik. Neftdən gələn gəlirlə biz iqtisadiyyatımızı gücləndirdik. Sosial layihələr həyata keçirdik. Məhz ona görə də bu bir dönüş nöqtəsi idi. Boru xəttinin niyə məhz Türkiyə və Gürcüstandan keçməyini deyəndə məsələnin bir cəhəti də var. Mənə elə gəlir ki, Bakı-Tbilisi-Ceyhan üzərindən gedəndə biz həm də Gürcüstan və Türkiyə ilə də uzun vədidə dostluğumuzu müəyyən qədər sığortalamış oluruq. Bizim onsuz da Ermənistanda bir qonşumuzda problemimiz var idi və yerdə qalan qonşulardan ikisini ən azından belə sığortalamaq da müəyyən qədər uzaq görənlikdir. Yəni, çox düzgün siyasi addım idi mənə elə gəlir ki, ola bilərdi ki, məsələn, Rusiya üzərindən geçsə, bugün Rusiya-la Avropa münasibətləri yaxşı olsa da Gürcüstanla hər hansı bir problemimiz ola bilərdi və ortada bir amil olmadığına görə bilmək olmazdı, yəni tarix bizə nə göstərir. Yəni, bu minvalda mənə elə gəlir ki, çox düzgün trayektoriya idi. Məhz Bakı-Tbilisi-Ceyhan üzərindən getməsi bu neftin. Bəli, bilirsiniz ki, bu açarı Türkiyənin iqtisadiyyatının geosiyasi amillərə keçsək, bugün gündə bilirsiniz ki, Türkiyə iqtisadiyyatı güclü, dünyanın ən güclü iqtisadiyyatlarından biridir. Düşünürəm ki, bu xəttlərin məhz Türkiyə ərazisindən keçməyə Avropanın enerji təhlükəsizliyində böyük rol oynadı və sözsüz ki, bu açarı da zamanında Heydər Əliyev Türkiyəyə təqdim eləmişdi və bu məsələdə tək Türkiyə deyil, Azərbaycan, Gürcüstan deyil, Mərkəzi Asiya ölkələri də qoşuldu. Bilirsiniz, Qazaxıstan da bu layihəyə qoşuldu və artıq Türk dövlətləri Mərkəzi Asiyada bu xəttə qoşuldu və bu çox geosiyasi baxımdan çox böyük layihə idi və uzaq görən siyasətin nəticəsi idi. İndi gələk müasir dövrə, yəni indiki bizim enerji siyasətimizlə bağlı sual vermək istəyirəm. Bizim hal-hazırdakı enerji siyasətimiz əvvəlki dövrlər nə ilə fərqlənir? Yəni, xüsusilə neft sənayesindəki siyasətimiz. Bildiyimiz kimi Cənub qaz dəhlizi və digər layihələr var, hansı ki, bu bizi qərblə daha da yaxınlaşdırır enerji müstəvisində. Bunların sizin təhliliniz nədir bu məsələlərlə bağlı bir tarixçi kimi? Bu addımlar bizi hara aparır? Bilirsiniz, bu son illər artıq Azərbaycan tək neft üzərindən deyil, qaz layihələrinlə Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynayır. Yəni, əgər 90'larda biz infrastrukturu qururduqsa, 2000-ci illərin əvvəllərində, bugün artıq o infrastruktur üzərindən biz digər layihələri həyata keçiririk. Yəni, qeydi sadaladığınız kimi Cənub qaz dəhlizidir, TAP-TANAP layihələridir ki, həyata keçirilir. Bugün çox mühüm rol oynayır Avropanın enerji təhlükəsizliyində. Digər tərəfdən, baxın, burada yaşıl enerji siyasətidir ki, artıq Azərbaycan son illərdə Şərqi Zəngəzur zonasında və Qarabağ zonasında da həyata keçirilir bu layihələr. Həmin şirkətlərdir ki, xarici şirkətlər cəlb olunub. Elə qeyd etdiyimiz kimi BP şirkəti də burada rol oynayır. Günəş elektrik stansiyalarıdır, külək elektrik stansiyalarıdır. Yəni artıq Azərbaycan, baxın, bu xətt üzərə enerjini şaxələndirib. Yəni bayaq neft üzərində etsə, artıq qaz, yaşıl enerji üzərindən
bu əməkdaşlıq davam edir, bu platforma. Artıq Azərbaycan özünü tam stabil bir tərəfdaş kimi, etibarlı tərəfdaş kimi dünya iqtisadiyyatında özünü göstərmiş oldu. Və bugünkü gündə məhz o səbəbdəndir ki, bu layihələr davamlı şəkildə həyata keçirilir. Həmin sadaladığınız yaşıl enerji bugünkü gündə Azərbaycan enerjisində xüsusi şaxələndirilmiş bir istiqamətdir. Və bu sahədə də çox geniş qərb şirkətlərindən də, eləcə də ərəb ölkələrindən də, Amerika şirkətlərindən də fəaliyyətimiz davam etdiririk. Və bu da sözsüz ki, xarici siyasətdə də öz çəkimizi, Azərbaycan öz çəkisini artırmış olur. Bütün bu layihələri həyata keçirməklə, baxın, o Avropa ölkələri hansı ki zamanında Rusiyadan asılı idilər, bugün Rusiya ilə bu münasibətlər pozulub və artıq Azərbaycan hər tərəfdə Avropa İttifaqı Azərbaycanla sıx əməkdaşlıq platformasına keçib. Nədir bu? Bu enerji. Yenə də enerjinin nə qədər Azərbaycanın xarici siyasətinə rol oynadığının göstəricisidir. Necə də biz bunu 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı qeyd edə bilərik ki, bilirsiniz ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən bir neçə dəfə səsləndirilmişdi ki, Bakı-Tbilisi-Ceyhan xəttinə dair təhlükənin olduğunu, sanki orada bir raket atılacaq kimi bir şüarlar səsləndirirdilər. Və burada kimlərin maraqlarının əleyhinə idi? Əlbəttə ki, ilk növbədə Avropa İttifaqının. Çünki bu, Avropanın enerji təhlükəsizliyinə atılmış bir addım olardı. Belə olan halda Avropa ölkələri, xüsusilə Britaniya maraqları nə idi? Sözsüz ki, Azərbaycanda sabitliyin olması, Azərbaycandakı neft kəmərlərinin sabit olması, bu müharibənin dayandırılması və hardasa da Azərbaycanın xeyrinə, yəni Azərbaycanın torpaqlarının geri qaytarılmasının lehinə idilər. Yəni bu dövlətlər Azərbaycanı dəstəkləmiş oldular. Düzdür, bunu rəsmi şəkildə bəyan etməsələr də, amma müharibə zamanı, məsəl üçün, Böyük Britaniyanın biz baş nazirinin çıxışlarını qeyd edə bilsək, Türkiyə bizim yaxın dostumuzdur, Türkiyəni dəstəkləməsi, Türkiyə səfərin olması həmin dönəmdə və Azərbaycan BP şirkətinin baş direktorunun da səsləndirməsi ki, biz Azərbaycanın yanındayıq, Azərbaycanda olan sabitliyin tərəfdaşıyıq. Yəni, bütün bunlar onu göstərir ki, Azərbaycanda qərb şirkəti tərəfindən bir dəstək olmuşdu müharibə zamanı. Yəni, bütün bu müzakirədən sonra gələ biləcəyimiz yəqin ki, ən böyük nəticə odur ki, əsas torpağın altında nəyin olmağı deyil, onu necə istifadə eləməyindir. Biz bugün baxırıq, məsələn, nefti olan, qazı olan bir çox ölkələr var dünyada. Amma heç də hamısında siyasi sabitlik, əmin-amanlıq yoxdur. Hətta belə ölkələr var ki, nefti olmasaydı daha yaxşı idi, başına bəla olur, digər güclü dövlətlərin aləti olurlar, o hökumətlər, o dövlətlər və bu nəticədə öz millətlərinə zərər vurur. Xoşbəxtlikdən və tək xoşbəxtlikdən, şansdan yox, bu dərin siyasi düşüncədən irəli gəlir ki, mənə gəlir. Vaxtında verilmiş düzgün qərarlara görə biz məhz neftimizi düzgün istiqamətdə istifadə edə bilmişik və dediyiniz kimi sizdə müəyyən qədər stabilliyimizə, əmin-amanlığımıza bu addımlar öz töhfəsini verdi. Bəli. Sözsüz ki, mən deyərdim ki, Azərbaycan müstəqilliyini bərpa etmiş ölkə kimi neftdən gələn gəlirlərdən ən yaxşı, ən sərfəli istifadə edən bir dövlət kimi qeyd edə bilərik. Yəni, ən uğurlu. Yəni, qeyd etdiyiniz kimi, bəli, bir çox dövlətlər var ki, hansı ki, neft ehtiyatları çox zəngindir. Amma bundan millət üçün hansı faydalar olub? Dövlət üçün hansı faydalar olub? Azərbaycan bu istiqamətdə hər zaman çox müdrik, geostrateji addımlar attı, həyata keçirmiş oldu və bugün bunun nəticəsidir ki, dövlətimiz sabit bir dövlətdir, stabillikdir, iqtisadi inkişaf davam etdirilir və Azərbaycan bugün dünyanın ən nüfuzlu ölkələrindən strateji tərəfdaşdır. Bugün baxsaq, hansı ölkələrlə xartiyalar imzalanır strateji tərəfdaşlığa dair? Yəni, Azərbaycan bugün, baxmayaraq ki, balaca bir ölkədir, əhali sayının baxmayaraq,
bütün bu amillərə baxmayaraq Azərbaycan bugün beynəlxalq aləmdə öz sözünü deyən dövlətlərdən biridir. Bəli, düzdür. Qonaqlarımızdan sual olanlar varmı? Mən təşəkkür etmək istəyirəm. Dəyərli qonağımız Günel xanım, təşəkkür edirəm. Elm müəllimizə təşəkkür edirəm. Və mənim sualım nə ilə bağlıdır? Deməli, siz neftin həm bizə verdiyi fürsətlərdən danışdınız, həm risklərdən. Və tarix elminin məqsədlərindən biri də müəyyən mənbələri araşdırıb tarixi prosesləri formalaşdırmaqdır və keçmişlə bağlı araşdırmalarda sonunda bir nəticə çıxarmaqdır. Biz əgər nəticə çıxarsaydıq və gələcəklə bağlı bir proqnoz versəydik, bütün keçmişdə olan prosesləri, hansı bir proqnoz verərdiniz, hansı bir nəticə gələrdiniz? Yəni ki, neftimizin bizə verdiyi fürsətləri, riskləri, hər birini tarixi proseslərdə izlədik. Siz hər birini ətraflı günümüzə qədər gətirdiniz. Gələcəklə bağlı biz bütün baş verən keçmişdə olan hər şeydən dərs çıxarıb, hansı nəticəyə gəlib gələcəyimizi neftlə bağlı necə qura bilərik? Ümumiyyətlə, post-neft dönəmindən bağlı yaşıl enerjini vurğuladınız. Hansı alternativlər və ümumiyyətlə gələcəyimiz necə olacaq? Başda neft olmaqla və yaxud başqa bir alternativ enerji mənbəyi. Baxın, biz bayanları tarixə bir ekskurs etdik. Qeyd etdik ki, Azərbaycan neftinə maraq, böyük dövlətlərin marağı hələ 19-cu əsrin sonlarından başlayıb. Bugün artıq demək 2026-cı ildəyik. Neft maraqları dünyada, neft oyunları hələ də davam edir. Amma baxın, Azərbaycan bir dövlət olaraq tarixində hansı zamanda güclü oldu? Yəni müstəqillik bu bizə nəyi göstərir? Biz müstəqil olanda idarə edə bilirdikmi doğru düzgün neft resurslarımızı? 91-ci ildə biz müstəqil idik. Biz idarə edə bilirdikmi neft resurslarımızı doğru düzgün? Xeyr, idarə edə bilmirdik. Deməli, müstəqillik də şərt deyildi. Şərt nə idi? Güclü dövlət. Güclü dövlət nədən başlayır? Xalq dövlət hakimiyyət birliyindən başlayır. Xalq hakimiyyət birliyi olanda, güclü dövlət olanda mərkəzləşdirilmiş, yəni bir yumruq şəklində xalq öz hakimiyyətinin ətrafında birləşəndə, biz güclü olanda bizə bu işğal siyasəti tariximizə ekskurs eləyəndə nə vaxt bizim torpaqlarımız işğal olunub? Nə vaxt ki, xaos olub? Nə vaxt ki, anarxiya olub? Nə vaxt ki, güclü idarəçilik olmayıb? O zaman bizim bir xalq olaraq, millət olaraq həmişə bunun əziyyətini çəkmişik. Deməli, bizim üçün önəmli olan nədir? Stabillik, güclü dövlət. Biz həmişə çalışıb bunu saxlamağı, bunu qoruyub saxlamağı bacarmalıyıq. Güclü dövlət olanda biz dünyaya da, baxın, mən bayaq qeyd elədim, yaşıl enerji, artıq neft qalıb arxa planda, qaz layihələri önə çıxıb, yaşıl enerji önə çıxıb. Deməli, biz sabit, etibarlı tərəfdaşıq. Deməli, dünya şirkətləri Azərbaycanla əməkdaşlıq etmək niyyətindədirlər. Bu əməkdaşlığı davam etdirmək istəyirlər. Çünki biz özümüzü artıq belə göstərmişik. Çünki biz güclü dövlətik. Çünki biz bugün beynəlxalq arenada öz sözümüzü deyə bilən bir dövlətik. Bütün bu məsələlər çox vacibdir. Yəni, gələcək inkişafımız üçün də bu çox önəmlidir. Sabitlik və güclü dövlət. Nə vaxt ki, bizdə hər hansı bir zəiflik olur, daxildə zəiflik baş verirsə, biz nə xarici siyasətimizi yönəldə bilmirik, nə Allahın bizə verdiyi resursları idarə edə bilmirik. Deməli, bütün tarix bizə bunu göstərir ki, biz hər bir tarixin mərhələsindən bir dərs götürməliyik. Biz müstəqil olmaq azdır. Biz güclü dövlət olmalıyıq. Yalnız bu halda biz öz uğurlu siyasətimizi həyata keçirə bilərik. Başqa sual olan var? Yoxdur. Belə, Günel xanım, sizə çox təşəkkür edirəm. Bizim dəvətimizi qəbul elədiniz, vaxt ayırdınız, iştirak elədiniz söhbətimizdə. Neft sənayemizlə bağlı və neft siyasətimizlə bağlı dəyərli faktlar öyrəndik. Çox sağ olun bir daha. Bizim söhbətimiz artıq yekunlaşır bundan. Gənc tarix həmişə belə fərqli tarixi mövzularla sizin qarşınızda olmağa davam edəcək. Növbəti görüşlərdə görüşənədək sağ olun.